Salam. Deməli belə bir suala baxaq. Sual Hardy-Weinberg qanununa aiddir. Qan damar sistemi ilə əlaqəli bir sualdır. İzaha keçmədən öncə qeyd edim ki, Hardy-Weinberg məsələləri müəllimlərə düşür, təsadüfən abituriyentlərə düşə bilər, düşsə də bəsit bir forması düşər. Deməli, sualda bizə deyir ki, 4000 nəfərdən ibarət bir qəsəbədə 0-0, yəni birinci qan qrupuna malik insanların rast gəlmə tezliyi 25%-dir. Əgər A antigeninin rast gəlmə tezliyi 0,3 olarsa, o zaman bu qəsəbədə B antigeni daşıyan insanların sayı nə qədər olar? Deməli 0-0 qan qrupuna malik insanların rast gəlmə tezliyi faizli 25%-dir. A antigeninin rast gəlmə tezliyi 0,3-dür. B antigeni daşıyan insanların sayını soruşur bizdən. Mən birinci qan qrupu 25% verilib axı. Bunu da nisbi tezliyə çevirirəm. Bu zaman yazıram ki, 0,0 bərabərdir. 25% bölünsün 100. Nisbi tezliyə çevirmək üçün 100-ə bölmək lazımdır. Buradan da 0,125 alınır. Baxın, 0,0 bərabərdir 0,125-ə. Mən demişdim ki, ya kök alırsan, ya da ki, burada vurma işarəsi var. Nəyinə ya vuranda 0,125 eləyir. Buradan da tapırıq. 0 geninə rast gəlmə tezliyi 0,5. O zaman yenidən yazırıq ki, A antigeninin rast gəlmə tezliyi 0,3-dür. 0 antigeninin ümumiyyətlə 0 antigen deyil. Çünki birinci qan qrupunda eritrositində heç bir antigen yoxdur. 0 geninin deyək, 0 geninin rast gəlmə tezliyi 0,5-dir. B-ninkini də bizdən soruşur. Biz B-ni tapmalıyıq ki, B antigenini daşıyan insanların sayını tapa bilək. O zaman mən düsturu yazıram buradan. A plus B plus 0 bərabərdir 1-ə. Demişim ki, nisbi tezliyi nəsildən nəslə keçdikcə dəyişmir. O zaman yazırıq ki, 0,3 plus 0,5 plus B bərabərdir 1-ə. 0,8 plus B bərabərdir 1-ə. B də buradan bərabərdir 0,2-yə. B-nin də rast gəlmə tezliyini tapdıq 0,2. İndi biz B antigenini daşıyan insanların qan qrupunu bilməliyik. 3-cü və 4-cü qan qrupu B antigenini eritrositində daşıyır. 3-cü qan qrupunun işarəsi BB, B0-dır. 4-cü qan qrupunun işarəsi isə AB-dir. O zaman biz bunun ikisini nəzərə almalıyıq təbii ki. Yazırıq ki, birinci, 3-cü qan qrupuna görə yazıram. 3-cü qan qrupuna görə. BB plus 2B0. Niyə 2 yazdım? Çünki bu heteroziqotdur. 2-ni nəzərə almalıyıq. Yəni fərqlidir. O zaman yazırıq ki, bunu biz 3-cü qan qrupuna uyğun tapırıq. Ümumi genlərin rast gəlmə tezliyini, yəni cəmini hesablamaq üçün. B-ni biz B-ni ümumiyyətlə nə qədər tapmışıq? 0,2. Mən demişim ki, bunların ortasında vurma işarəsi var. O zaman yazırıq 0,2 vuraq 0,2 plus 2 vuraq 0,2 vuraq 0,5 idi. 5 idi, bəli. 0,5. Buradan da hesablayırıq ki, 0,4 plus bu deyilir 0,2 buradan tapırıq 0,24. 3-cü qan qrupunu tapdıq. Ümumi nisbi tezliyini tapdıq ki 0,24-dür. İndi keçirik 4-cü qan qrupuna. Dedim ki 4-cü qan qrupu AB-dir. 2-ni də nəzərə almalıyıq. Çünki heteroziqotdur. O zaman 2 vuraq A vuraq B bərabərdir. 2 vuraq A nə qədər idi? 0,3. 0,3 vuraq B nə qədər idi? 0,2. 0,2. Bu da bərabərdir 0,12-yə. Bu 0,6 eləyir. Bunda 0,2 vuranda 0,12 eləyir. Deməli, indi 3-cü və 4-cü qan qruplarını burada toplayacağıq. O da eləyəcəkdir 0,24 plus 0,12. Yəni 0,36. Bu ümumi rast gəlmə tezliyidir. Və bizə də ümumi nə qədər adam veribdilər? 4000. Həmin bu 4000-i də
Həmin bu 4000-i vururuq 0-dan %36-ya. Bu deyir 1440. Cavabımız 1440 nəfər B antigenini daşıyır.